İnsanlar iki cür olur. Məsləhət verməyi xoşlayanlar və bu məsləhətlərə qulaq asmağa məcbur olanlar. Gülbalayev hamıya məsləhət verməyi çox xoşlayırdı. Nə sığorta, nə evə lazımdır. İndiyə qədər sürmüsən də gül kimi. Heç nolası deyil. Akuratını sür, bəs sola. Eşidirəm. Alo, hə, qurban sən, abeddə məni də götürərsən də. Davay. Hə, alo, necə? Uy, da. Salam əleyk, arasın vurumsan. Günah kimdədir? Bir qəpik də vermir. Sənə demişdim də sığortala. İndi gəlib bütün ziyanını ödəmişdilər. Nətər yanı deməmişdim. Yox, hamımız günbəgün müxtəlif məsləhətlər alırıq. Amma iş işdən keçəndən sonra bu məsləhətçilər problemlərimizi həll etməkdə acizdirlər. Sığorta olunduqda isə sizə dəyən maddi zərəri sığorta şirkəti ödəyir. Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır.